Bu sualda da yazır ki, bütün tutarı hərflərlə verilmiş sözlər əsasında uyğunluğu müəyyən edin. Deməli, biri olmalıdır adlı halda, biri olmalıdır yerli halda, biri təsirli halda. Gəlin baxaq. Bütün tutarı hərflər orada bir dənə görsənməz. Vətən, oyuncaq, torpağıdır, dünyada ən böyük, bu da Xəzərdir deyəsən. Xəzər, fikrin mənə aydındır. Gəlin baxaq. Vətən eşqi onun ürəyində idi. Vətənin eşqi. Deməli, A oldu nədə? Yiyəlik aldı. A yazaq yiyəlik qabağına. Uşaqlar həyətdə oyuncaq tapdı. Təsirli feilin yanında gəlib tapdı nəyi? Oyuncağı. Deməli, bu oldu təsirli kal. B yazacaq üçün qabağına. Bura Qarabağ torpağıdır. Gəlin baxaq, torpaq sözün kökü I-dır. Onun torpağı I mənsubiyyətdə D-də xəbərlik. Başqa bir şəkilçimizdə yoxdur deyə bu oldu adlı halda. Deməli, C yazacaq bura. Dünyanın ən böyük göl Xəzər dənizidir. Xəzərin dənizi. Bu da yiyəlik aldı. D yazacaq yiyəlik aldı. Sonra fikrin mənə aydın olmadı. Sənin fikrin mənə aydın olmadı. Deməli, fikir sözün kökü ində mənsubiyyət şəkilçisi, başqa hal şəkilçisi yoxdur deyə E də oldu adlı halda. İndi baxaq 1 CE, 2 AD, 3 B. Düzgün cavabımız E variantı.